Bu kimi xəbərləri qaçırmamaq üçün bizi izləyin və kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Kanalımıza xoş gəlmisiniz. Bu buraxılışda 2 avqust 2002-ci il bazar günü üçün Azərbaycanın bütün bölgələri üzrə gözlənilən hava şəraiti ilə tanış olacaqsınız. Məlumatlar rəsmi meteoroloji proqnozlara əsaslanır və hava şəraitində lokal dəyişikliklər baş verə bilər. İlk olaraq Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində isə küləyin arabir güclənməsi mümkündür. Temperatur gecə 24-26 dərəcə, gündüz isə 30-33 dərəcə isti olacaq. Çimərliklərdə istirahət edən vətəndaşlara günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmamaq tövsiyə olunur. Naxçıvan Muxtar Respublikasında hava açıq və günəşli olacaq. Yağıntı gözlənilmir. Temperatur gecə 21-25 dərəcə, gündüz isə 35-38 dərəcə isti təşkil edəcək. Gün orta saatlarında isə hava fonunda diqqətli olmaq və bol maye qəbul etmək məsləhətdir. Qazax, Gəncə, Daşkəsən, Şəmkir, Tovuz və ətraf rayonlarda hava əsasən yağmursuz keçəcək. Dağlıq ərazilərdə axşam saatlarında qısa müddətli buludlanma mümkündür. Temperatur gecə 19-23 dərəcə, gündüz 31-35 dərəcə isti olacaq. Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonlarında, o cümlədən Xankəndi, Şuşa, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətlərində hava əsasən sabit keçəcək. Dağlıq ərazilərdə axşam saatlarında qısa müddətli yağış ehtimalı istisna edilmir. Dağlıq ərazilərdə axşam saatlarında qısa müddətli yağış ehtimalı istisna edilmir. Temperatur Aran rayonlarında 33-36 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-24 dərəcə isti olacaq. Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarında günün birinci yarısında hava əsasən günəşli olacaq. Günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək ehtimalı var. Temperatur gecə 18-22 dərəcə, gündüz 29-33 dərəcə isti təşkil edəcək. Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək. Temperatur gecə 19-23 dərəcə, gündüz 28-32 dərəcə isti gözlənilir. Aran rayonlarında, o cümlədən Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Ağacabədi, Beyləqan, Sabirabad, Satlı, İmişli, Kürdəmir, Zərdab, Ucar və Göyçayda hava isti və əsasən yağmursuz keçəcək. Gün orta saatlarında temperatur 34-37 dərəcəyədək yüksələ bilər. Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı mövcuddur. Temperatur sahil boyu ərazilərdə 29-31 dərəcə, dağlıq hissələrdə isə 22-27 dərəcə isti olacaq. Ümumilikdə avqustun 2-də ölkə ərazisində yay mövsümünə uyğun isti hava şəraiti üstünlük təşkil edəcək. Əksər rayonlarda yağıntı gözlənilmir. Yalnız bəzi dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək ehtimalı var. Günün isti saatlarında açıq havada çalışanların və yaşlı insanların ehtiyatlı olması tövsiyə edilir. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hava proqnozları, gündəmin ən vacib xəbərləri və faydalı məlumatlar üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və bildiriş zəngini aktiv etməyi unutmayın. Növbəti buraxılışlarda görüşənədək sağ olun,